Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bu günləri 119 marşrutuna 200-250 metr məsafədə 2 mərtəbə 4 otaq çəkib sizə təqdim edirəm. Bu evimizin həyət hissəsində belə bir həyət hissəsi var. Bu evimizin xarici görünüşüdür, belə bir görünüşü var. Burada isə hündür padvalı var. Demək olar çox hündürdür. Evimiz 4 otaqdan ibarətdir. Tam mülkiyyət çıxarışlıdır. İsə daxil olaq evin içərisində. Koridor hissəsidir. Koridor hissəsi istipoldur. Solda belə bir qonaq otağıdır, geniş bir qonaq otağıdır. Pəncərəsi birbaşa həyətinə baxır. Burada isə mətbəxdir. Geniş bir mətbəxdir. Burada ise sanitar qovşağıdır. Belə bir sanitar qovşağı. İndi isə qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə ikinci sanucu. İkinci mərtəbədə. Burada bir otaq, normal otaqdır. İkinci otaqdır. Burada ise üçüncü geniş bir otaqdır. Eyvana çıxışı var. Balkona belə deyək. Burada ise dördüncü otaqdır. Evimiz tam mülkiyyət sənədli, çıxarış birbaşa alanın adına 95 minə deyilir. Belə sənədsiz bələdiyyə qiymətləndirmə sənəti ilə isə 85 min manata. Kim istəsə zəng edib əlaqə nömrəmizi qeyd edəcək, zəng edib əlaqə saxlaya bilər. Sağ olun, Allah'a emanet.